Ya Rəbb, bu gözəlliyi sən bizə verdin, ya Rəbb, sən bəxş elədin bu gözəlliyi bizə ki, ata, biz sənin qarşında dayanırıq və rahatlanırıq. Ya Rəbb, istəklərimizi, arzularımızı dilə gətiririk, ya Rəbb. Heç kimin qarşısında heç bir içimizi tökə bilmədiyimiz dərəcədə sən qarşıma gələndə, ata, o qədər açılırıq ki, ya Rəbb, bu ünsiyyəti, bu ya Rəbbim açıqlığı sən verdin bizə, ya Rəbb, sənin sayəndə. Ya Rəbb, bəlkə öz valideynlərimizə belə açıla bilmədik, ya Rəbb. Ancaq sənə o dərəcədə açılırıq, ya Rəbb. Sən şükürlər olsun, ata, bu azadlığı, bu ünsiyyəti bizə verdiyin üçün, ya Rəbb, bizi dünyadan aldığın üçün. Bizə ata, üzünü, səmtini, istiqamətini bizə tərəf çevirdiyinə görə, ya Rəbb. Adəmdən qalan o günahı bizim üzərimizdən sildiyinə görə. Sən minnətdarıq, ata. Minnətdarıq sən, ata, sən olmasaydın. Sən gəlməsəydin, ya Rəbb. Ya Rəbb, biz necə olardıq, ya Rəbb? Harada olardıq, necə olardıq, ata? Bunu belə düşünmək belə istəmirik, ya Rəbb. Ağlımızın ucundan belə keçirtmək istəmirik, ya Rəbb. Ya Rəbb, çünki səni tanımayanları görəndə, ya Rəbb, biz düşünürük, ata, onlar necə həyat keçirdir? Ya Rəbb, ancaq biz, ata, sənin qarşında. Sən huzurunda dayanırıq, ya Rəbb. Problemlərimiz də olur, qayğılarımız da olur. Ancaq sənin qarşıma gələndə sanki problemlər tamamilə həll olunur. Sanki biz düşünürük ki, bu dəqiqədə banda o problem yox oldu, ya Rəbb. Ya Rəbb, sən şükür olsun, ata, bu rahatlığı bizə verdiyin üçün. Minnətdarıq sənə, ata. Ya Rəbb, bu milad, ata. Bu elə belə bir milad deyil, ya Rəbb. Bu doğuluş, ata, həyatımızı qutaran, bizə həyatını bəxş edən, ya Rəbb, bir miladdır, ata. Qoy hər bir kəs bu miladın o gözəlliyini dərk edə bilsin, ya Rəbb. Yalvarıram sənə, ata. Fəryad edirəm sənin qarşında, ya Rəbb, yaxınlarımız, əzizlərimiz üçün, ya Rəbb. Onların bütün həyatlarını, ata, sənə həvalə edirik, ya Rəbb. Burada nə qədər insan var, ya Rəbb. Onların yaxınları, əzizləri xilas olmadı, ya Rəbb. Onlar dünyada qalıb, ata. Bizim nə qədər yaxınlarımız, əzizlərimiz var, ya Rəbb. Bəzilərinin valideynləri, bəzilərinin övladları, bəzilərinin bacı qardaşları, bəzilərinin ərləri, bəzilərinin qadınları. Biz onlar üçün sənin qarşıma gətiririk və onları sənə həvalə edirik, ya Rəbb. Ya Rəbb, qoy sənin ünsiyyətin onlarla, ata, başlasın deyə dua edirik, ya Rəbb. Ya Rəbb, onları qutaracaq birisi varsa o da sənsən, ya Rəbb. Qoy bu milad onların həyatlarında tamamilə onları dəyişdirsin. Onları tamam başqa birisi etsin, ya Rəbb. Ya Rəbb, onlar səninlə ünsiyyət qurub, ata, həyatın gözəlliyini o zaman anlaya bilsin, ya Rəbb. Ya Rəbb, biz də bir zamanlar, ata, bu ünsiyyəti bilmirdik. Ancaq sənə gəldik. Sən özlüyünü bizə açandan sonra biz gördük ki, nə gözəl bir şeyə biz nail olmuşuq. Ya Rəbb, sən şükür olsun. Bu sənin sayəndə. Sənin sayəndə oldu, ya Rəbb. Minnətdarıq sənə, ata, bizə asdığın kimi. Bizi qutardığın kimi, bizi xilas etdiyin kimi, ata. Bizim yaxınlarımızı, əzizlərimizi də xilas et, ya Rəbb. Sən qarşıma gətiririk, ata. Bütün, ata, burada qulaq asan, dinləyən, hər bir bacı qardaşımın, hər bir, ya Rəbb, yaxınları, əzizləri, ya Rəbb, sənin qarşında dayanıb sənə səzdə edən, sənə həyatlarını həvalə edən övladlar olsun deyə dua edirəm. Ya Rəbb, onlar, ata, yarımçıq həyat yaşamasın. Onlar, ata, şeytanın əlində, ya Rəbb, at kimi çapılmasınlar, ya Rəbb. Ya Rəbb, onlar, ata, bu gözəl həyatı, ata, dadıb görsünlər, sən necə də dadlısan, sən necə də şirinsən, sən necə də həyat verənsən, ya Rəbb. Sən yalvarıb səndən istəyirik, ata. Onları sənin dərgahına gətiririk, ya Rəbb. Hər bir bacı qardaşımın yaxınları, əzizləri, dinləyən, qulaq asan hər bir bacı qardaşımın, bütün qohumları, əqrabaları, yaxınları, tanışları, qonşuları belə sənin qarşına gəlsin. Onları biz sənə həvalə edirik, ya Rəbb. Ya Rəbb, bizə o rahatlığı ver. Biz rahatlanaq ki, ata, onları sənin qarşında, sənin huzurunda görə bilək. Qoy bizim ruhani gözlərimiz açılsın, ya Rəbb. O gözlər ki, bizə desin ki, artıq onlar sənin dərgahındadır. Halleluya, ata. Sənə şükürlər olsun, sənə izzət olsun, ata.
Ata, sən qarşıma gəl ata. Xəstə olan, əziyyət çəkən hər bir bacı qardaşımın, yaxınlarını, əzizlərini, özlərini sən qarşıma gətirik. Sənin əllərinə veririk ki, ya Rəbb, istirab çəkən, ağrı çəkən hər bir bacı qardaşım, qoy sənin ata bu miladının gözəlliyi ilə tanış olsun. Qoy onlar anlayışla qəbul edə bilsin ki, onların müayinələri, onların rentgenləri, onların bütün həyatlarının qurtarıcısı, xəstəliklərinin cavabı sənsən, ya Rəbb. Xilaskar sənsən. O xilaskar doğuldu. Qoy onlar bunu dərk etsin. Qoy onlar anlasın, ya Rəbb. Sən qarşıma gətirik, ya Rəbb. Hər bir bacı qardaşımın ağrıları sənin tərəfindən, tamamilə istirafları sənin tərəfindən keçsin, ya Rəbb. Qoy onlar həqiqətdə ağrılarının tamamilə sənin qarşında görüb artıq rahatlana bilsinlər. İsa Məsihin ismiyle. Ata, sən qadirsən, ata. Sən qadirsən hər bir şeyə. Gücün var, qüdrətin var, ya Rəbb. Hər bir xəstənin, ya Rəbb, yaralarını sarmağa sən qadirsən, ata. O yara ki, ata, qaysaq bağlayır, ya Rəbb. Ancaq onun içi sağalmır, ya Rəbb. O qaysaqları qopardıb, o yeri məlhəm edən yeganə ata, yeganə güc sahibi sənsən, ata. Qoy o yaralar, ata, istiraflı yaralar olmasın, ya Rəbb. O yaralar sənin tərəfindən, sənin məlhəminlə sağalsın deyə dua edirəm. Ya Rəbb, sən qadirsən. Səndə hər şey mümkündür, ata. Uca, qüdrətli adın, qoy hər bir kəsin evinin qapısını açsın və içəri girsin. Hər bir şeyə sən qadirsən, ya Rəbb. Hər bir yaranın saramağa sən qadirsən, ya Rəbb. Ya Rəbb, sən yalvarırıq və səndən istəyirik, səndən diləyirik, ata. O bədənlərdəki, ata, o orqanlar tamamilə fəaliyyətini itirib. O orqanlar ki, onlara əziyyət verir. Sənin əlin gəlsin və bütün o orqanlarda olan hər bir orqanı tamamilə yeniləsin və təzələsin. Ya Rəbb, sənin adın, müqəddəs adın, bütün bacı qardaşlarımı sağalsın, yaxınlarını sağalsın. Ya Rəbb, sən qadirsən. Uzat uzun əllərini, ata. Ya Rəbb, sən qırmızı dənizi iki yerə bölüb. Ya Rəbb, istiraplı, yaralı, əsarətdə, köləlikdə olan övladlarını o yerdən qurtaran Rəbbsən. Sən xilas etdin, sən sağaltdın. Sən onları qurtardın, ata. Bu gün də eyni Rəbbsən, eyni atasan. Və eyni şəkildə, ya Rəbb, sən hər bir övladını, ya Rəbb, qurtarmaq istəyirsən. Çünki bu övladları sən yarattın. Heç bir övlad elə belə yaranmadı. Sənin vasitənlə hər bir kəs o bətinə qoyuldu. Və o bətindən çıxdı, ya Rəbb. Ya Rəbb, sən özün onlara quruluş verdin, ata. Və eləcə də yaratdığın hər bir övladı sevirsən. Onların cəhənnəmə getməsini istəmirsən. Onların əbədiyyətə qovuşmasını istəyirsən. Yaxınlaş onlara, ya Rəbb. Yaxınlaş ki, itmiş oğullar geri dönsün, ya Rəbb. Qoy, ata, itmiş oğullar, ata, dünyanın istiraflarında yaşamasın. Dünyanın zibilindən onlar, ata, özlərinə çörək etməsin, ya Rəbb. Ya Rəbb, qoy sənin dərgahına gəlib, sənin o sağlam qidalarını yesinlər və həzm etsinlər, ya Rəbb. Ya Rəbb, sənin kəlamın dedi, məni yeməsəniz, məni içməsəniz, heç bir vaxt siz mənim övladlarım olmayacaqsınız. Qoy hər bir kəs səni yemək üçün, səni içmək üçün hazır olsun deyə dua edirəm. İsa Məsihin ismiyle. Ata, sən qadirsən, ata. Sən qadirsən, ata. Hər bir yaşlı bacı qardaşlarımı sağaltmağa, hər bir yaşlı bacı qardaşlarımı o xəstəxana köşələrindən, o ağrılardan, diz ağrılarından tamamilə qurtaracaq yeganə atasan. Bütün ayaq ağrıları, revmatizmalar bu dəqiqədə bağında qoy tamamilə sənin ruhunla, sənin şəfanla şəfalansın. Qoy təzyiqlər normal hala gəlsin. Qoy şəkər normal hala gəlsin. Heç bir şey səndən üstün deyil, ya Rəbb. Heç bir şey. Ruhun toxunsun.
Toxunsun ki onların ata, beyinlərində, düşüncələrində yaratdıkları bütün təzyiqləri, bütün o şəkəri, bütün hər bir böyrək xəstəliyi, ciyər xəstəliyi, mədə bağırsaq xəstəliyi, hər bir anormal olan bütün xəstəliklər qoy sənin qarşına gəlsin və tamamilə normala gəlsin, çevrilsin ata. İsa Məsihin ismi ilə. Ata, sən qadirsən ata. Yeri, göy yaradan Rəbsən. Ata, əlini qoy, bacı qardaşlarımın. O insanlar ki, ata, onlar nicaha girməlidir, ya Rəb. Onların nicahları qoy sənin tərəfindən təsdiq olunsun. Onların yarları sənin tərəfindən xeyir-dua altına girsin, ya Rəb. Heç bir yarımçıq bədən qalmasın. Hər bir bədən bütövləşsin. Sənin əllərinlə bütövləşsin. Sənin qoyduğun qayda qanunlarla bütövləşsin. Sənin sözün, hikmətin altında yaşasınlar. Sən minnətdarıq ata, hər bir şeyə görə. Minnətdarıq ki, sən verən Rəbsən. O pislikləri bizim əlimizdən alırsan. Ancaq ən yaxşı şeyləri sən bizə tövbə kimi verirsən. Ərbağan kimi verirsən. Çünki sənin kəlamın deyir ki, hər yaxşı bəxşiş, hədiyyə göylər atasından gəlir. Qoy o hədiyyə, o ərmağan, hər bir yarə, bacı qardaşımın həyatında bərqərar olsun. İsa Məsihin ismi ilə. Kreditlərdən, loteriyalardan, borclardan əziyyət çəkən, banklardan əziyyət çəkən, ya Rəb, əsarət altına girən bacı qardaşlarım var, ya Rəb. Onların o yerdən çıxışını səndən istəyirəm, ya Rəb. Necə ki, öz xalqını Misirdən, əsarətdən çıxartdın, ya Rəb. Eləcə də onları o yerdən çıxardacaq yeganə ata, yeganə güc sahibi sənsən, ya Rəb. Qoymadın onlar Misirin əsarətində məhv olub geçsin. Ya Rəb, bugün eyni şəkildə ata. Onlar ata, maliyyə sisteminin əsarəti altında yaşayırlar, ya Rəb. Bankların əsarəti altında, borcun əsarəti altında. Ya Rəb, uzat uzun əllərini. Məhəbbətin, mərhəmətin onları bu yerdən tamamilə qutarsın. Qoy qərarlar verilsin. Ən yaxşı borc verən sənsən, ya Rəb. Qoy onlar birinci növbədə banklara, insanlara getməsin. Sənə üzlərini tutsunlar və deyə bilsinlər. Ya Rəb, mənim maliyyəm yoxdur. Mən səndən istəyirəm bu maliyyəni. Hər bir evi inşa etmək üçün sən qadirsən, ata. Kiralarda yaşayan insanlar var, ya Rəb. Bacı qardaşlarım var, ya Rəb. Onların ata, bütün xeyir-duasını sən təmin et, ata. Qoy onlar əsl həqiqətdə sənin verdiyin o qapılar onlar üçün açılsın. Qoy ata, o balaca evlərdən geniş sahəli evlərə girə bilsinlər. İsa Məsihin ismi ilə. Ata, qoy ata kiralardan çıxıb, öz evlərinin açarları ilə evlərini açıb içəri girsinlər. Və o yerlərdə sənə ata, həmdlər etsinlər, sənin qarşında dayanıb səzdə etsinlər. Bütün minnətdarlıqlar sənə gəlsin, ya Rəb. Sən qadirsən, öz övladlarını evlə təmin etməyə, hər bir övladının qayğılarını, yeganə ata sənsən ki, sən çəkirsən, ya Rəb. Minnətdarıq sən ata. Hər şeyə qadir olan atamız sənə minnətdarıq. Minnətdarıq sən ata. Halleluya.